Xəbər verdiyimiz kimi Bakıda yeniyetmə oğlan məktəbin həyətində həyatını itirib. Doğru xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, 17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov infarktdan həyatını itirib. Hadisənin detalları ilə bağlı yeni təfərrüatlar məlum olub. Belə ki, qorxu keçirən 17 yaşlı yeniyetmə bir il əvvəl bitirdiyi məktəbin qarşısında həyətdə ölüb. Hadisə dünən axşam saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş verib. 17 yaşlı Eşqin Məhi Rüstəmov yaxın dostların əhatəsində vəfat edib, onun ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirdiyi bildirilir. Hadisənin baş verdiyi an Eşqin Rüstəmovun yanında olan həmyaşıdları onu partlayışdan həyəcan keçirdiyini iddia ediblər. Fidan Hüseynova iddia edir ki, təcili tibbi yardım ilkin yardım göstərib getdikdən sonra Eşqin Rüstəmovun səhhəti yenidən pisləşib. Mərhumun qonşuları bildirib ki, Eşqin Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. Evin tək oğlu olan Eşqinin özündən başqa bir bacısı da var. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.